Hörmətli müəllimlər, dəyərli valideynlər, əziz şagird yoldaşlarım. Bugün efirimizdə söhbətimizin mərkəzində bilik, maarif və yaradıcı düşüncə duracaq. Kitablar, elmi araşdırmalar və müəlliflik hüququ kimi mövzuların həyatımızdakı əhəmiyyətindən danışacağıq. Lənkəran rayonu Yuxarı Nüvədi Kənd Tam Orta Ümumi Təhsil Məktəbinin radiosu Gələcəyin İşığı FM yenidən səsinizə səs qatır. Mən məktəbinizin 6B sinif şagirdi Zeynəb Mustafazadə. Bugünkü verilişdə sizinlə 23 aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ gününün mahiyyəti, əhəmiyyəti və çağdaş cəmiyyət üçün önəmli barədə danışacağam. Əziz dinləyicilər, Kitab və Müəlliflik Hüququ günü ilk dəfə 1995-ci ildə BMT-nin UNESCO təşkilatı tərəfindən təsis edilmişdir. Bugünün əsas məqsədi oxucuları kitablarla, müəllifləri isə onların yaratdığı əsərlərlə daha yaxından tanış etməkdir. Həmçinin müəllif hüquqlarının qorunması, yazıcı və tədqiqatçıların zəhmətinə hörmət və onların yaradıcılığının davamiyyətinin təmin edilməsi və bugünün əsas prinsiplərindəndir. Kitab, insan mədəniyyətinin, elmin və düşüncənin təməl daşıdır. Tarix boyu kitablar yalnız bilik mənbəyi olmaqla kifayətlənməyib, həm də milli və bəşəri dəyərlərin qoruyucusu olmuşdur. Məsələn, Azərbaycan ədəbiyyatında Nizami Gəncəvi, Füzuli və Mirzə Fətəli Axundovun əsərləri yalnız dövrün əbədi baxışını əks etdirməklə qalmamış, həm də insan davranışı və etik prinsiplər üçün nümunə olmuşdur. Kitabların gücü həm də onların nə qədər geniş auditoriyaya çatmasının asılıdır. Statistik məlumatlara görə dünya üzrə illik nəşr edilən kitab sayı milyonlarla ədədi ötür və bu rəqəm hər il artır. Müəlliflik hüququ isə yaradıcılığın hüququ qorunmasını təmin edir. Hər bir əsərin müəllifi onun yaradıcılıq məhsuluna malikdir və bu hüquq onun əməyi və zəhmətinin qiymətləndirilməsinə xidmət edir. Müəllif hüququ həm də elmi və ədəbi fəaliyyətin inkişafını stimullaşdırır. Cəmiyyətdə bilik paylaşımının hüquqi bazasında formalaşdırır. Əziz şagird yoldaşlarım, kitab oxumaq yalnız bilik əldə etmək deyil, həm də insanın dünya görüşünü, təfəkkürünü və yaradıcılıq bacarığını inkişaf etdirir. Kitab oxuyan şəxs tənqidi düşüncəyə yiyələnir, analiz və müqayisə aparmaq bacarığını artırır. Bugünkü dövrdə internet və rəqəmsal mənbələr geniş yayılsa da, kitabın analitik və yaradıcılıq baxımdan rolu əvəz olunmazdır. Müasir dövrdə müəllif hüququ həm də rəqəmsal platformalarda qorunmalıdır. Elektron kitablar, audio layihələr və onlayn nəşrlər müəllifin zəhmətini qoruyacaq mexanizmlər tələb edir. Dünya ölkələrinin əksəriyyəti bu hüquqları qorumaq üçün qanunvericilik sistemləri təkmilləşdirir. Bu müəllifin yaradıcılıq motivasiyasını qorumaqla yanaşı oxuculara keyfiyyətli məzmun təqdim etməyə də xidmət edir. Təhsil mühiti, müəlliflik hüququ və kitab oxumağın təşviqi üçün mühüm platformadır. Məktəb kitabxanaları, kitab layihələri və oxu klubları şagirdləri erkən yaşdan yaradıcılığa və məsuliyyətli oxucu davranışına alışdırır. Bu da gələcək alimlərin, yazıçıların və araşdırmaçıların formasına zəmin yaradır. Kitab yalnız fərdi inkişafın deyil, həm də cəmiyyətin inkişafının mühüm vasitəsidir. Məsələn, tarixdə maarifçilik dövrü göstərir ki, kitabların geniş yayılması və müəllif hüquqlarının qorunması cəmiyyətin intellektual inkişafını sürətləndirib. Müasir dünyada da bilik iqtisadiyyatı yüksələn əhəmiyyət kəsb edir və bu iqtisadiyyatın əsasında informasiya və yaradıcılıq durur. Əziz dinləyicilər, oxumaq, yazmaq, yaratmaq və müəlliflik hüququna görə hörmət göstərmək yalnız fərdi vəzifə deyil, həm də cəmiyyətin gələcəyinə töhfədir. Hər biriniz bu prosesdə iştirak edə bilərsiniz. Bir şagird yeni ideya yarada, bir müəllim fərqli üsul ilə dərs keçə, bir valideyn isə uşaqlara kitab sevgisi aşılaya bilər. Sonda vurğulamaq istəyirəm ki, 23 aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ günü bizə xatırladır ki, bilik və yaradıcılıq insan həyatının ayrılmaz hissəsidir. Kitab oxumaqla biz öz dünya görüşümüzü genişləndirir, müəllif hüquqlarına hörmət etməklə isə yaradıcılığa dəstək oluruq. Mən 6B sinif şagirdi Zeynəb Mustafazadə Gələcəyin İşığı FM radiosunun efirində sizinlə bu mövzunu paylaşmaqdan məmnunluq duyuram. Qoy oxuduğumuz hər kitab, yaratdığımız hər ideya və göstərdiyimiz hörmət gələcəyimizi daha zəngin və mənalı etsin.
Diqqətiniz üçün təşəkkür edirəm və növbəti verilişlərdə görüşənədək sağ olun.